Uşaqlara şükür eləməyi, nemətin qədrini bilməyi öyrətməyin yolu onlara pul yığdırmaq deyil. Uşaqların pul yığmasının mənfi cəhətlərini sadalayacağam. 1. Uşaq pul yığanda qənaəti yox, xəsisliyi öyrənir. Bəzən çörək almağa pulumuz çatmayanda vermir. Versə də gözü arxasınca baxır. Bu insani deyil. 2. Uşaq pul yığanda artıq onun özünün pulu olduğu üçün ürəyi nə istəsə onu almağa haqqı olduğunu düşünür. Xüsusilə yaşı çoxdursa, bəlkə gedib zərərli şeylərə xərclədi. Onda necə olacaq? Nəsə deyəndə də deyəcək öz pulumda özüm bilərəm. 3. Pul yığma məsələsi çox vaxt rüşvət hesabına olur. Yəni pul ver, bunu eləyim deyir uşaq. Yığdığı pul o puldur. Artıq aramızdakı münasibət pulla, rüşvətlə tənzimlənir. Bu isə bərbad bir haldır. 4. Uşaq pul yığa-yığa egoistləşir. Özündən başqasını düşünməməyə, yalnız öz ehtiyaclarına, hətta lüksuna fokuslanmağı öyrənir. Uşaq pul yığsa belə, kaş ki bunu başqası üçün eləyər. Məsələn, başlayırıq pul yığmağa ki, məktəb vaxtı hansısa uşağın çantasını biz alaq. Ya da çantanın içini biz dolduraq. Yaxud filan kəsin filan ehtiyacına kömək eləyək. Bax, bu olur insanlıq.